Bloka uyğun belə bir sualın izahına baxaq. Öncəliklə videonu bəyənməyi və səhifəni izləməyi unutmayın. İlk öncə salam. Deməli 2025-ci ildə belə bir model sualı var ki, bunun izahına baxa bilərik. Məsələn, xəritədə rəqəmlə göstərmiş dövlətlərin Fransadan fərqli cəhətlərini cədvələ görə müəyyən etməyimizi istəyir. İlk öncə biz müəyyən edək görək, hansı dövlətlərdir bu xəritədəki dövlətlər? Birinci İngiltərədir. İngiltərə. İkinci Osmanlıdır. Osmanlı. Üçüncü isə Rusiyadır. Rusiya. Deməli, dövlətləri müəyyən etdik. İndi bizdən cədvəldə nə istəyir? Deyir, Birinci Dünya müharibəsinə aid olmalıdır və Fransadan fərqli olmalıdır. Yəni, birinci xanada biz İngiltərənin Fransadan Birinci Dünya müharibəsi üçün fərqli cəhətini müəyyən etməliyik. Deyir, donanmasını Çanaqqala boğazına yeritdi. Bu, hər ikisinə aid olar. Ona görə A variantını götürməliyik. Tank və təyyarə istehsalına görə Almaniyadan öndə idi deyir. Bu da hər ikisinə aid olar. Ona görə B variantını da götürməliyik. C variantında deyir, Cənubi Azərbaycan ərazisini işğal etdi. Bəli, bunu götürərik. Bu, Fransadan fərqli cəhəti idi. Deməli, 1-ə C götürdük. İkincidə deyir ki, yəni Osmanlının Fransadan fərqli cəhəti Üçlər İttifaqı tərəfindən müharibəyə qoşuldu. Bəli, Üçlər İttifaqı tərəfindən müharibəyə qoşulmuşdu Osmanlı, amma Fransa xeyr. Ərazisində fəal hərbi əməliyyatlar aparılırdı. Bu, hər ikisinə aid olar. Ona görə bunu çıxarırıq. Heç bir hərbi ittifaqa qoşulmadı. Bu, heç birinə aid deyil. Ona görə də bunu da çıxarırıq. Deməli, 2-yə də A olacaq. Üçüncü deyir ki, Alman qoşunlarının hücumuna məruz qaldı. Alman qoşunlarının hücumuna məruz qalması 3-də Rusiyanı seçməliyik. Fransadan fərqli olmalıdır. Hücumuna məruz qalması hər ikisinin oxşar cəhətdir. Ona görə A-nı götürməliyik. B-də deyir, Cənubi Azərbaycan ərazisində Osmanlı qoşunlarına qalib gəldi. Bəli, bu Rusiyanın da fərqli cəhətidir Fransadan. C-də deyir, separat sülh bağlayaraq müharibədən çıxdı. Separat sülh bağlayaraq müharibədən çıxması da fərqlidir. Bəli, 1918-ci il martın 3-də bağlanmış Brest-Litov sülh müqaviləsindən söhbət gedir. Ona görə 2-yə də B və C gedəcək. Deməli, 1-ə C variantı, 2-yə A variantı, 3-ə B və C variantı, cavabımız Y variantı olacaq. Onlayn və dərslərimizə qoşulmaq üçün 055 597 0151 nömrəsi əlaqə saxlaya bilərsiniz. Sağ olun.